Bugün sizlərə İBIS Panda X necə işlədilir, onu göstərəcəm. Birinci İBIS Panda X-ə giririk. Daha sonra burada baxın, My Gallery yazılıb. Sizdə qalerimdə yazıla bilər. Basırıq bura. Burada mənim işlədiyim şəkillər var, nəsə. Aha, belə eləmək istəyirsə, burada üstəgəl var, Plus. Bura basırsınız. Sonra burada bu yazılıb, nə yazılıb seçmirəm, nəsə. Aha. Basırıq. Daha sonra burada köhnə şəkilləriniz ola bilər, nəsə. Burada qaleriya yazılıb. Bunu seçirik. Burada da qaleriyamızda olan şəkillər var. Daha sonra buradan bir dənə şəkil seçirsiniz. Məsələn, mən bu şəkil seçmək istədim. Aha, burada cancələ basırsınız. Sizdə də iptal da yazıla bilər. Aha. Daha sonra burada akımlar eləyirlər. Məsələn, məndə yaşıl rəng yoxdur, nə bilim nə. O axtarmaq üçün, baxın, burada fırça var. Bura basırsınız, burada fırça növləri var. Baxın bura. Bura basırsınız və belə axtarırsınız. Sonra baxın, burada narıncı göstərir bizə. Belə eləyirik. Bu da narıncının tonlardır. Məsələn, baxın, gəlin bir dəfə eləyək. Burada bax. Burada qəhvəyi görünür. Amma bu, baxın, narıncı rəngdir. Burada narıncının tondur bu. Əslində qəhvəyi rəngi deyil. Fırça nə göstərsə o rəngdir. Daha sonra deyək ki, biz bu qıza makyaj da eləmək istəyirik. Saçın rəngini falan dəyişdirmək istəyirik. Ona nə qalırıq? Burada bir yazılıb. Bu katmanlardır. Sonra bura Plus'da üstə gəlib basırsınız. Burada mütləq 2 olmalıdır. Yoxsa olmaz. Daha sonra buradan baxın, rəngləri belə ayarlamaq olur, belə rənglər ayarlamaq. Məsələn, mən burada bir dənə rəng elədim. Bu rəngin getməsini istəmirəm. Onda bunun üstünə basıram, bura gəl. Və buraya basıram. Onda bu rəng burada qalır. İstədiyiniz qədər eləyə bilərsiniz bunu. Belə. Burada da köhnə vaxt işlətdiyiniz şeylər var da, rənglər. Daha sonra başlayaq biz bu qızı rəngləməyə. Gəlin. Mən bu qızı biraz makyaj eləyim, gələcəm indi. Mən bu qızı bəzədim. İndi belə görünür deyə baxmayın. Bunu düzəltmək olur. Bu fırça yerindən, baxın fırça yerindən. Burada baxın blur yazılıb. Sizdə nə yazılır? Yadımdan çıxıb nəsə. Bura basırıq. Və bax, bunu belə eləyirik. Aha. Belə elədikdən sonra bu 2 yazılan yer var. Bura basırıq. Və burada normal yazılıb. Biz bu normal biraz aşağı getiririk. Burada soft light yazılıb. Amma sizdə yumşaq işıq yazılacaq. Bura basırıq. Və belə eləyək. Belə işlədik. Daha sonra qalan hər şey edib. Bu şəkli yerdə saxlamaq istəyirsiniz. Baxın, bura var. Bura basırsınız. Burada back to my gallery yazıb. Sizdə nə yazıb yadımdan çıxıb. Aha, bir dəqiqə. Reklam gəldi. Aha. Sonra bura giririk. Və burada etit var. Etidə basırıq. Ay, yox, səhv basdıq. Ay, səhv bastım. Burada i var. Mən niyə çaşdım? İ'yə basırıq. Burada ad veririk şəklimizə. Məsələn, Kore, Çin, Grill. Aha. Burada da deyir ki, artist. Yəni bu şəkli çəkən şimdi Sevinç. Sevinç. Aha. Sonra burada bu var. Quş. Bura basırıq. Ok. Nə oldu buna? Bir dəqiqə. Niyə error verir bu? Niyə şey verdim? Hə. Başa düşdüm. Ay. Sevincin nesində. Baxın, belə işarələr olmamalıymış.
Mən də deyirəm, nə deyirəm. Onu da ara qoyaq. Aha. İndi oldu. Aha, oldu. Baxın, Koreçin grill. Aha. Buradan da başlıqları ad verə bilərsiniz. Aha. Bu qədər. İzlədiyiniz üçün çox təşəkkür edirəm. Kanala abunə olmağı və bəyənməyi unutmayın. Sağ olun.